Ümumiyyətlə biz bilirik ki, Amerika Birləşmiş Ştatlarında bir neçə hökumət idarəetmə sistemləri var və hökumətin bölgü sisteminə baxsaq, təkcə prezident dediyimiz kimi qüvvəsi kimi yox, eyni zamanda parlamentdə bikameraldır. Bikameral nədən ibarətdir ki, təmsilçilər parlamenti və eyni zamanda senatdır və onlar çərçivəsində bu qərarların verilməsi mümkündür. 8 avqust tarixində bağlanılmış sənədlər və sonradan digər sənədlər bağlanılmış Amerika və Azərbaycan arasında yeni imkanlar açdı Azərbaycana. 92-dən bu yana kimi, siz dediyiniz kimi 907-ci ilə bağlı, maddə ilə bağlı və onun aradan qaldırılması o reservation dediyimiz kimi, hansı ki məhdudlaşdırmaqla bağlı idi Azərbaycan hökumətinə qarşı və onun da dediyimiz kimi parlamentdə baxılacaq. Amerika Birləşmiş Ştatlarının təmsilçilər palatasında və eyni zamanda da senatda. Qeyd etmək istəyir ki, respublikaçılar və demokratlar hal-hazırda təxminən paritet dediyimiz kimi tarazlıq yaradılıbdır. Heç bir qüvvənin o qədər də böyük təmsilçiliyi yoxdur ki, hansı ki qərarda dediyimiz kimi birbaşa qərarda təsir eləsin. Ancaq yenə də böyük ehtimallı müzakirələr olacaq və o qərarın da verilməsi bir mənalı deyil. Biz deyə bilmərik ki, qərar veriləcək və verilməyəcək bu dəqiqələrdə çox aydındır bizim üçün. Ancaq məsələyə daxil olsaq ki, bu 907-ci dediyimiz kimi maddə nədən ibarətdir ki, Azərbaycan Respublikasının ümumi qayda burada sülhə dair 8 avqustda Trumpın sənədində qeyd edilmişdir, öz çıxışında da qeyd etmişdir. Bu 907-nin qəbul ləğvi ilə bağlı. Ancaq ki, xüsusilə də Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarının silahlarına, texnologiyanı, innovasiyalar əlçatanlığı məhdudlaşdırılmışdır. Ümumiyyətlə bağlı idi qapılar. Bu gündən başlayaraq dediyimiz kimi hal-hazırda o imkanlar var. Niyə görə ki, müvəqqəti olaraq 907-ci maddə ləğv edilibdir. O da dediyimiz kimi müddətlidir. Palatada baxılacaq və senatda da verilən qərarlar əsasən növbəti addımlar atıla bilər ki, bunu həmişələr qərarı ləğv edilsin. Ancaq yenə də bu məsələ də orada da çox müzakirələrə ehtiyac olur. Onun üçün burada həm hüquqi, həm eyni zamanda siyasi məsələlər var ki, təəssüf olsun ki, biz bilirik ki, Amerika Birləşmiş Ştatlarında erməni lobbisinin gücünü biz bilirik. Bu illərdə hiss etmişik. Ancaq bir məqamı qeyd edim ki, nə qədər ki, respublikaçıların ya tarazlığı, ya da prezident idarəetməsi varsa, Azərbaycan xeyrinə olan maddələrin keçirilməsi mümkündür.